Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bağça müəllimləri bu videonu mütləq izləsin. Bəli, sizlər üçün bugün 4 terminin izahını təqdim edəcəm. Hansı ki, imtahanlarda, istər BİQ imtahanlarında, istər sertifikasiyada sizin qarşınıza çıxa biləcəyi terminlərdir və bunu bir çox müəllim qarışdırır. Deməli, hansı terminlərdən gedir söhbət? Diskriminasiya, segregasiya, inteqrasiya və inkluziya terminlərinin fərqi. İmtahanda qarşınıza çıxa biləcək mütləq bir sualdır. Birinci terminimiz diskriminasiyadır. Nə deməkdir diskriminasiya? Bu, inkluzivliyin ən aşağı mərhələsi olub, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil sistemindən və ictimai həyatdan kənar edilməsidir. Baxın, bu sözləri yadda saxlayın. Ən aşağı mərhələdir diskriminasiya, inkluziyada və uşaqların, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsildən kənar edilməsidir. Bu yanaşmada uşaqların təhsil alma hüququ tamamilə göz ardı edilir. Yəni, diskriminasiya bir sözlə xüsusi qayğıya ehtiyacı olan uşaqları kənarlaşdırır təhsildən. Onlar təhsil şəraitində, prosesində iştirak etmirlər. Diskriminasiya, kənar edilmə sözü ilə yadda saxlayın. İkinci terminimiz segregasiyadır. Bu mərhələdə uşaqların təhsil hüququ tanınır. Artıq təhsil hüququ diskriminasiyadan fərqli olaraq segregasiyada tanınacaq. Lakin onlar ümumi təhsil sistemindən təcrid olunurlar. Gördüyünüz kimi burada da ümumi təhsil sistemindən təcrid olunma var. Yəni diskriminasiyanın oxşar cəhəti nədir? Ümumi təhsil sistemindən təcrid olunması. Amma diskriminasiyada ümumiyyətlə kənar edilir ictimai həyatdan və təhsil sistemindən. Burada isə təhsil sistemindən təcrid olunurlar sadəcə. İnkluziv uşaqlar yalnız xüsusi məktəblərdə, internat tipli müəssisələrdə və ya ev şəraitində təhsil alırlar. Deməli, segregasiya, inkluziyanın segregasiya tipində uşaqlar, onların təhsil hüququ tanınır, lakin hər kəslə eyni ortamda yox, xüsusi məktəblərdə, internat tipli müəssisələrdə və ev şəraitində təhsil ala bilərlər. Üçüncü terminimiz adlanır inteqrasiya. İnteqrasiyada inkluzivliyə keçid mərhələsidir artıq. Üçüncü pillə inkluzivliyə keçid mərhələsidir. Burada xüsusi qayğıya ehtiyacı olan uşaqlar ümumi təhsil müəssisələrinə qəbul olunurlar. Deməli, artıq segregasiyadan fərqli olaraq uşaqlar burada ümumi təhsilə cəlb olunurlar. Yəni, məktəbə gəlirlər. Lakin, burada yenə bir lakin var. Onlar təhsil prosesini eyni müəssisə daxilində fərqli və ya xüsusi təyinatlı siniflərdə davam etdirirlər. Deməli, inteqrasiyada uşaqlar məktəbə inteqrasiya olunur bir sözlə, cəlb olunur. Lakin, məktəbin daxilində xüsusi siniflərdə təhsil alırlar. Ən sonuncu terminimiz inkluziyadır. İnkluziv təhsilin ən yüksək və ideal mərhələsi sayılır inkluziya. Bu mərhələdə heç bir ayrı seçicilik olmadan, baxın, heç bir ayrı seçicilik olmadan, uşaqlar sağlam həmyaşıdlarla eyni müəssisədə və eyni sinifdə, eyni müəssisə, eyni sinif təhsil alırlar. Tədris mühiti hər bir uşağın fərdi ehtiyaclarına uyğunlaşdırılır. Deməli, inkluziv təhsilin ən yüksək mərhələsi nədir? İnkluziya və burada heç bir maniyə olmadan uşaqlar, sağlam uşaqlar qrupuna daxil edilir və nəticədə hər kəs eyni müəssisədə təhsil alır, hər bir uşağın fərdi ehtiyacına proqram uyğunlaşdırılır. Ümumilikdə yenidən baxsaq, diskriminasiyada dedik ki, ümumiyyətlə uşaqlar göz ardı edilir, sağlam imkanı məhdud uşaqların təhsilə qoşulması yoxdur, kənar edilib. Segregasiyada uşaqların təhsil hüququ burada artıq tanınır, lakin onlar xüsusi məktəblərdə, internat tipli müəssisələrdə və ya ev şəraitində təhsil alır, məktəbə cəlb olunmur. İnteqrasiyada artıq keçid mərhələsi uşaqlar məktəbə gəlir. Sağlamlıq imkanı məhdud uşaqlar da məktəb təhsil müəssisəsinə gəlir. Lakin xüsusi siniflərdə, xüsusi təyinatlı siniflərdə olacaqlar. Hamı eyni sinifdə olmayacaq. Ən sonunda inkluziyada isə hər kəs eyni sinifdə təhsil alacaq. Aydındır dəyərli izləyicilər. Belə,
Bu qədər. Növbəti izahlarımızı görmək üçün mütləq şəkildə səhifəmizə keçid edin, videolarımızı bəyənin və şərh yazmağı da unutmayın. Əgər dərslərimizə qoşulmaq istəsəz, qeyd edirəm nömrəmizi 050 697 78 33 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yəni, mənə yaza bilərsiniz, biz sizi qeydiyyat edərik. Bir daha nömrəni qeyd edirəm 050 697 78 33. Aşağıda şərh bölməsində də nömrəmiz yazılacaq, açıqlama bölməsinə daha doğrusu. Uğurlar, növbəti izahlarda görüşənədək.